bu fitnədən daha böyük fitnə nə ola bilər ki, sən bu əməlinlə zənn edirsən ki, elə bir xeyir iş görürsən ki, o xeyirdə Peyğəmbər sallallahu aleyhi və səlləmi artıq keçmisən. Bu xeyirdir, o xeyri sən eləyirsən və o xeyri Peyğəmbər sallallahu aleyhi və səlləm eləməyib və sən də nədir? O xeyri eləməklə Peyğəmbəri keçsən. Bundan böyük fitnə nə ola bilər? A kişi, sən Peyğəmbərdən daha mı çox bilirsən? Sən Peyğəmbərin bilmədiyi xeyri ondan yaxşı mı bilirsən? Yoxsa sən Peyğəmbər sallallahu aleyhi və səlləm o xeyri bilib, çatdırmayıb, Peyğəmbəri gizlətməkdə də ittiqam etsən. Bunun kimi də elə sahabələr. O əməl ki, o əməl sələflər eləməyib, sələflər o yolda olmayıblar, sahabələr onu eləməyiblər. Sən eləyirsən, xeyir görürsənsə, bu deməkdir ki, sən yəni sahabələri xeyir işdə keçmirsən. Ona görə də Allah Taala o ayədə müşriklər barədə buyuranda Əhqaf surəsində deyir ki: "Və qalellezine keferu lillezine amanu law kana xeyran ma sabaquna ileyhi." Deyir ki, kafir olanlar iman gətirənlərə dedilər ki, o zaman iman gətirənlər kim idi? Bu ayə nazil olundu, sahabələr. Əgər bunların üzərindəki olan haqq olsaydı, onlar bizi keçməzdilər. Yəni biz qabağa keçərdik. Amma sələflər deyirlər ki, sahabələr deyirlər ki, bunu kafirlər dedilər ki, əgər o haqq olsaydı, biz bunu deyir. Biz isə deyirik ki, əgər bu əməllər xeyir olsaydı, mütləqdir ki, sahabələr o xeyirdə bizi keçərdilər. Allah Taala buyurur ki, bugün sizə dininizi kamil etdim, sizə olan nemətimi tamamladım. İmam Malik deyir və sizin üçün İslam din olaraq İslamdan razı qaldım. Və İmam Malik buyurur ki, dünən din olmayan bir şey bugün din ola bilməz. Ola bilməz. Görün, bu necə gözəl kəlmədir. Kaş ki, bütün müsəlmanların gözünün qabağında olardı bu kəlmə. Zehnində olardı ki, dünən din olmayan bir şey bugün din ola bilməz. Fikirləşin. Dünəndən məqsəd nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında. Dünən bir şey din deyilsə, onların vaxtında bir şey din deyildisə, o şeylə Allaha ibadət olunmurdusa, Allaha yaxınlaşdırılmırdısa, bugün də o şey din ola bilməz. Bugün də o şey zəlalətdən başqa bir şey deyil.